Sosial xidmətin neçə növü vardır? Sosial xidmət haqqında Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq təyinatından asılı olaraq sosial xidmətlər 7 növə bölünür. Bunlara aiddir sosial məişət xidmətləri, şəxslərin, ailələrin məişət şəraitinin, yaşayış vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir. Tibbi sosial xidmətlər şəxslərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir. Sosial-psixoloji xidmətlər şəxslərin cəmiyyətə adaptasiyası məqsədi ilə psixoloji yardım nəzərdə tutur. Sosial-pedaqoji xidmətlər yetkinlik yaşına çatmayanların, inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına, onlarda müsbət maraqların yaranmasına, o cümlədən ailədə tərbiyəsinə dəstəyə yönəlmişdir. Sosial-iqtisadi xidmətlər şəxslərin həyat səviyyəsinin qorunmasına və möhkəmlənməsinə yönəlmişdir. Sosial hüquqi və sosial mədəni xidmətlər hüquqi yardım göstərilməsi, şəxslərin hüquqlarının qorunmasına və sosial mədəni həyata uyğunlaşmasına, asudə vaxtının səmərəli təşkilinə yönəlmişdir. Palliativ xidmətlər müalicəsi mümkün olmayan şəxslərin və onların ailə üzvlərinin fiziki, psixoloji, mənəvi və digər problemlərinin müəyyən edilməsi, qiymətləndirilməsi və bu şəxslərə yardımın göstərilməsinə yönəlmişdir.